Selamünaleyküm, aziz izləyicilər. Obşim, çox yerlərə müraciət eləmişəm. Gör nə vəziyyətdir. Yaşamaq yəni ki, başımın içinə yağış yağır, çöldə bayırda qalmışam. Ev uçulub. Çoxdankı evdir, qədimi evdir. Uçulub. Gündən günə dağılır da, bilmirəm da neydim, kimə gedim deyim. Getdim Lənkəran Liman şəhərinin icra hakiminə dedim, Bəxtiyar müəllimə dedim, mənlikdir. Gəldim Lənkəran icra hakiminə dedim, dedi biz də belə yardım eləyə bilmərik. İş vermirlər, işləyim, qaz yox, işıq yox. Ev gündən günə uçulur, çöldə bayırda qalıram. Vallahi. Getdim hökumət evində, Bakı şəhərində Səbinə Əliyevanın qəbuluna. Adil müəllim yazdı, pozdu, göndərdi, dedi ki, Lənkəran sənə kömək eləyəcək. Məşğulluqla sənə iş verərlər, sənə yardım eləyərlər, evi düzəldərsən. O ki, mümkün olmadı. Getdim, təzədən dedi ki, mən bilmirik, biz də göstəriş vermişik Lənkəran icra hakimiyyətinə. Getdim Lənkəran icra hakimiyyətinin qəbuluna. Dedi, yox, bizdə elə vəsait olmur. Əvvəl dedi, bizdə belə vəsait olur. Vəsait ayrılan kimi gəlib köməkli eləyəcək. Sonra dedi ki, yox,